Bu sual keçən ilin 9-cu sinif 3-cü seansında düşmüş sualdır. Eynisi bir söz belə dəyişməyibdir. Eynisi. İlk söz yalnız xitab kimi düşünülə bilər. Bax, Y variantına fikir verin. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Əgər sən bunu həmcins üzv kimi düşünmək istəsən, halbuki həmcins üzv ola bilməz. Çünki həmcins üzv olsa belə olacaq. Lalə, Əhməd, Uğur da. Ya da olmalıdır Lalə də, Əhməd də, Uğur da. Fikir verin. Əgər bax, burada həmcins üzv kimi düşünmək istəyirsənsə, 3 dənə söz varsa, ya sonuncuda saxlanılmalıdır, digərlərində ixtisar olunmalıdır, ya da üçündə də olmalıdır. Birində ixtisar olunub, ikisində qala bilməz. Ona görə burada lalə sözü həmcins üzvün tərkibi deyil. Bəs həmcins üzv deyilsə nə götürə bilərik? Təbii ki, burada görürsən ki, vergül işarəsi var. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Müraciət edirsən. Laylə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Deməli, Laylə burada xitabdır. Doğru cavab variantımız olur Y variantı. Sonra, Aysu, Nuray və Zəhra ilə məsləhətləşsin. O məsləhətləşsin kimi ilə? Bax, görürsünüz, ilə sonda yazılıbdır. Olsaydı belə yazardı da. Aysu, Nuray ilə Zəhra ilə yox. Sonuncuda qalıbdır. Digərlərində ixtisar olunub. O məsləhətləşsin kimi ilə? Aysu ilə, Nuray ilə, Zəhra ilə. Burada həmcins üzvün tərkibi kimi də götürülə bilər. Yəni, həmcins üzv kimi, tamamlığın ifadə vasitəsi kimi. Sabir, Orxan, Turac və Anarla danışılsın. Deməli, Sabir, Orxan, Turac və Anarla kimi ilə tamamlıq kimi düşünülə bilərik. Xitab olmaya da bilər. Akif, Vəli, Toğrul danışsınlar. Mübtəda kimi düşünülə bilər. Sahib Elşən Tuqayı tədbirə dəvət etdilər. Kimi? Sahibi Elşəni Tuqayı. Tamamlıq kimi düşünə bilərəm. Deməli, yalnız xitab kimi olur Y variantı.